Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Dostumuz, həmkarımız, kanalımızın parlaq ulduzu saydığım Kəmalə Mürsəlova numeroloq qonağımızdır. Əmin olun ki, çox maraqlı temalara, mövzulara toxunacaq və çox maraqlı, səmərəli verilişimiz olacaq. Bəyənin, paylaşın, fikirlərinizi yazın, suallarınızı yazın, biz də başlayaq. Xoş gördük Kəmalə xanım. Xoş gördük Səbah müəllim. Həmişə sizi görək. Mən də sizi görüm. Deməli, Türkiyədə olanda bir çox ziyalılarla görüşdüm. Həqiqətən adamın ürəyi dağa dönür. Hacəttepe Universitetindən bir kafedra müdürü var idi. Bizim kanalı izlədiyini dedi. Zaten oradan tanış olmuşdu. Dedi, siz sanki biraz çəkinirsiniz numerologiyadan, astrologiyadan danışanda ki, axı dünya alimləri bir çoxları deyir, bu psevdo elmdir, yəni yalançı elmdir, uydurma elmdir. Deyir, mən onu rəqəmlərlə işləyən adam kimi, riyaziyyatçı olan adam kimi deyir, mən numerologiyanı elm kimi qəbul edirəm. Deyir, bu ezoterik elmdir. Ezoterik deyəndə elə bilər elmdən uzaq. Deyir, həm elm var orada hesablama, həm də insanların ruhsal duyğularının ora hopması var. Deyir, ona görə Kəmalə xanıma da çatdırın ki, ürəklə deyin ki, bu elmdir. Ezoterik elm deyək, amma elmdir deyir. Bu qanuna uyğundur. Hesablamalar, o qədər şeylər danışdı. İndi biraz tələsik oldu. Növbəti dəfələrdə onunla da müsahibə alacağım. Elə söz alacağım ki, elə bizim kanaldan da, bizdən də danışsın, o fikirlərini desin. Adam o Hacəttepe dünyanın məşhur universitetlərindən də orada kafedra müdürüdür. Nə gözəl. Belə və orada da çox adamlarla görüşdüm. Kanalımıza baxırlar, bu verilişə də baxırlar. Ona görə bu siz bacarmısınız bunu. Yəni diqqət çəksiniz. Başqa verilişlər də gedir. Heç onların adını çəkən yoxdur. Və o bir irad yox bildirdi ki, siz niyə, mən deyir hamısına, bütün verilişlərə baxmışam, niyə 0 rəqəmindən məsələn danışmırsınız? 0 rəqəmi deyir onun da bir enerjisi var, onun da bir belə deyim, dəyəri var, ruhaniyyəti idarə eləyir. Biraz ondan sıfırdan başlayaq, elə necə deyərlər, sıfırdan başlayaq, sonra qabağa gedək. Olarmı? Olar. Siz deyərdiniz ki, adı yadımdan çıxdı. Müəllimin? Bəli. Alper bəy. Alper bəyə deyərdiniz ki, numerologiya özü bilir ki, nə qədər dərya dəniz bir elmdir, danışmaqla qurtarmaz. Yəni birini danışırsan, o birisi qalır, o birisini danışırsan, bir başqası qalır. Yaxşıdır ki, belə yəni ətrafdan bizə müdaxilə edib deyirlər ki, məsəl üçün filan şeyi də danışın, ondan da xəbər verin, bundan da danışın. Bəzən yəni bu o qədər xoş olur ki, nəyə görə? Çünki mənim də dərdim tasam o türklər demişkən, odur ki, numerologiyanı ən gözəl tərəfdən tanıdım. Yəni bunu da bəzi o astrologiyanı fala çevirən insanlar kimi buna da imkan verməyim ki, yəni o da bir fala çevrilsin. Hətta buna aid suallar da gəlir. Çox gəlir. Bir də sual verirlər. Əsas izləyicilər deyim, sonra özüm də sıfırdan danış. Elə bilim bitirdiniz. Yox, bitirməmişəm. Buyurun. Deməli 0 rəqəmindən danışarıqsa, 0 özünüz bilirsiniz ki, əgər biz onu tək götürsək, bu 0-dır. Yəni heçliyi ifadə eləyir. Çox adam deyir ki, numerologiya mən görmüşəm. Hətta bunu mən numeroloqun ağzından eşitməsəm də, insanlar var ki, Kəmalə xanım, mənə dedilər ki, yəni numeroloq dedi ki, bu heçlikdir və yəni negativ bir baxış var, yəni 0-a. Yəni həyatında filan şeylər olacaq, yəni nəsə. Bu belə deyil. Biz 0 rəqəmini təsəvvür edin, bir rəqəmin yanına qoyanda nə olur? 10 olur. 2 0 qoysaq 100 olacaq. 3 0 qoysaq 1000 olacaq artıq. Bu artıq ondan xəbər verir ki, bu deməli, baxın, numerologiyada biz buna nə deyirik? Üzə çıxmaya yetənəklər. İçimizdə olan o yetənəklər hansı ki üzə çıxmayıb. Biz də onu üzə çıxartmaq üçün hansısa bir rəqəmin yanına qoyduq. Və sezgilər deməkdir. 0 numerologiyada çox gözəl, çox dərin sezgilər və üzə çıxmayan hələ içəridə olan bir yetənəklər, bu da əgər bir insana aiddirsə, məsələn bizdə təsadüfi deyildir ki, 10 rəqəmini biz toparlayıb 1 eləmirik. Eləsək də oradakı həmən onu məsəl üçün liderlik, bir çox başqa öndə olmaq onları deyirik. Amma orada bir əlavə, bir onluq da bir yəni xüsusiyyətlər var.
məsələn 20-dir, 30-dur, 40-dır. Bunlar əlbəttə ki, məsələn 12-dən biri var ki, 3 olsun, biri var 30-dan 3 olsun. Bunun çox böyük fərqi Təbii var. ki, evet. 30-dan 3 olan, 12-dən 3 olandan fərqlənir. Nədən fərqlənir? Onun sezgilərinin güclü olması, yuxularının çıxması, bir şeyləri öngörməsi, qabaqcadan hiss etməsi, bütün bunlar onun 30-dan 3 olmasıdır. Yəni bu, yəni 40-dan da, yəni belə-belə fərqli cəhətləri var. Yenə deyirəm, sezgi və üzə çıxmayan yetənəklər. Hə, demək o tək başına heç nə olsa da, nəyinsə Bəli. yanında olanda artıq təsəvvürən 0 gəlib 1-in yanına onu 10 dəfə gücləndirir. Hə, o da elə doğrudan da elə təxmin eləmək olar ki, o gizlənmiş iç Bəli. potensialdır, yaxud da özünün də anlamadığı. Bəzən görürsüz kiməsə bir heç kimi baxırlar, dəyərsiz kimi baxırlar, amma gəlib hardasa o yerində olanda görürsən ki, İstəyirdim onu da demək, sadəcə vaxtımız mən də çox sizdən getməsin eşitdiyimi deyənəm. deyirəm. Bəli. Yəni Çünki biz- zaman-zaman tamaşaçılarımız da bilsin, biz saatlarla da danışırıq, verilişdən kənar. Saatlarla danışırıq, mən də bəzi şeyləri qavramağa çalışıram. Bəzən deyirəm Kamal xanım, mən bunu qəbul edə bilmirəm. Axı Bəli. bunu tam belə izah eləmirlər. İzah eləyir deyirəm, hə, doğrudan da həqiqət uyğundur. Bir də rəqəmlərin enerjisi var da, həmişə deyirsiniz. Bəli. Məsələn, bir neçə özü xüsusən də tələbələr deyir, bu rəqəmlərin enerjisini biz idarə edə bilərikmi? Biraz çətin sualdır, amma heç olmasa bir sadə cavab verin. Əslində, məsəl üçün mənə də sual verirlər ki, rəqəmlərmi bizi idarə eləyir, yoxsa biz rəqəmləri idarə eləyirik və o enerjini biz necə idarə edək? Mən bax Səbuhi müəllim, hər dəfə deyirəm bunu, analiz edəndə o qədər bu barədə danışıram ki, o insan anlasın ki, yəni bu öncədən hətta səslər də göndərirəm bu numerologiyanın tam, yəni mənim edəcəyim analizi başa düşmək üçün. Burada əgər insan bu dünyada, bu bəşərdə, yəni ən ali varlıqdırsa, sizcə, yəni deyirəm bir düşünün. Yəni çox da biz deyirik astrologiyanı, məsələn planetlərin düzülüşü, onların retrosu və yaxud da ki hansı bucaq altında durması, numerologiyadan məsələn sizin rəqəminizin nə olması 7-dir tutaq ki, ya və yaxud da 3-dür. O rəqəm sizi idarə etmir. Düzdür, enerjisi sizdədir. Onunla siz gəlmisiniz. O enerji ilə sizə Allah göndərib. Yəni ilahi sistem sizə o enerjini verərək, hətta sizi bir çox şeylərə hazırlayaraq bir ruh olaraq gəlib bədənlənmisiniz. Amma siz onu hansı yöndən yönəldəcəksiniz, o artıq sizin seçiminizdir və bunu hər bir insan özü seçir. Negativdənmi mən 7-ni yönəldəcəm, yoxsa pozitivdənmi? Mən ona görə bəzən deyəndə o rəqəmin haqqını vermək, çox adam soruşur o nə deməkdir? Deyirəm ki, bax, haqqını vermək o deməkdir ki, biz zaten analizi açanda onu görürük. Bu adam haqqını verir ya vermir. Negativdədir yoxsa pozitivdədir. Bəzən görürsən ki, negativində yəni gəlib, yəni çakra boşdur, yəni bir çox. Amma o qədər çalışır ki, onu pozitivdən yönəltsin. Görürsən ki, bəli, sınaq illərində hədiyyə alır. Yəni onu da biz bir də buradan eşitdirmək istəyirəm ki, öngörü olaraq, yəni düşünməsinlər ki, biz burada numerologiya gələcəyi xəbər verir, ya və yaxud da ki, ancaq keçmişdən danışır. Yəni biz ancaq və ancaq öngörü olaraq sınaq illəri, bir də zirvə illərini hesablayıb deyə bilirik. Məsələn, o zaman o insan, mən ona nöqtə atışı deyəndə ki, hansı illərdə sizdə nə olub, nədən sınanmısınız da, yəni o zaman onun gələcəyinə aid olan bir şeylərdir. Çünki bunlar hesablamadır. Bunu biz özümüzdən yəni uydurmuruq, özümüzdən orada bir şeylər əlavə eləmirik. Yəni bu ildə sən məsələn iş gücündən sınana bilərsən. Yəni buna diqqətli olun. Yəni onu demək istəyirəm ki, elə olur ki, o sınaq ilində o sınağını hədiyyəyə çevirən insanlar olur və yaxud da ki, hədiyyəsini sınağa çevirən insanlar olur. Deməli idarə eləyir enerjini, özü idarə eləyir. Bəli, Siz demin enerji var. Həm də o haqqı vermək biraz da sadələşdirib. Bir ağac əkiriksə, onun meyvəsini gözləməyək də, bir onu sulayaq, buduyaq, ətrafını təmizləyək, dibini belləyək. Düzdür. Yəni bu da siz demişkən o rəqəmin də öz haqqı var da, verməyəndən sonra onun bəhrəsini tam görə bilməzsən. Yetər ki, sənə onu savadlı bir numeroloq başa salsın.
Sənin görəvin, sənin işin, gücün bu rəqəmə görə nədir? Sən hansı yolla getməlisən? Hə. Sən bu yolla getsən, bax burada düz yola çıxacaqsan. Sən onun üstündə oturub fikirləş. Sən daha buradan durub qaçma oradan. Qapımın nömrəsi ay aman karma gəldi. Ay aman telefonun nömrəsi karma gətirdi. Ay aman filan. Bunlar hamısı boş şeylərdir. Əsas məsələ odur ki, sən o rəqəminin hansı tərəfindən işləyirsən. Bəli, bu əsas məsələ. Bir də 2026-da bir kitab çıxıb, dostlar, Fransadan olan dostlar göndərdi. Dedi, istəyirsən bu kitab deyim, ingiliscə bilmirəm, onu niyə göndərsiniz? Deməli, 2 müəllif var. Numerologiyaya aid alim ikisi də. Yazıb numerologiya insan həyatının balansıdır. Yəni başlığı belə qoyub. Yəni onların bəlkə orada istat deyirəm, indi deyim göndərin də bəlkə tərcümə elətdirərik, nəsə eləyərik. 2026-da çıxmış. Fransız dilində. Yox, ingiliscədir. Amma Fransada olan ola bilər ingilis müəllifdir, ya nəsə ingiliscədir. Doğrudanmı? Yəni mən tamaşaçı kimi sual verirəm. Müəlliflər yox. Sadəcə kitabxanadan böyük kitabxanalar vardı orada. Orada göstərir astrologiyaya aid, kosmosa aid şəkillərini üzünü çəkir, deyir bax belə bir kitabda çıxıb. Orada sadəcə adını bu iki alim, yəni başqa şey həyatımızı dəyişir demir, karmamız düzəldir demir. Həyatımızın balansıdır numerologiya. Balans, dəngə. Dəngə. İndi istəyirəm bax, ondan sonra o suallar verirlər, çox suallar, 7-lik döngüdən danışarıq. Amma əvvəlcə bu balans, onların qənaətinə söykənmək olarmı? Həyatımızı balans. Baxın, balans, mən həmişə deyirəm, sistemin, bax, içərisində yaşadığımız ilahi sistemin iki əsas qanunu var. Biri hər şey hərəkətdədir və ikincisi hər şey dəngədədir, yəni balansdadır. Əgər sən heç olmasa bu iki qanunu tutub hərəkət edirsənsə, inan ki, yəni heç gec qalmayacaq, bütün müvəffəqiyyətlərə, istədiyin hər şeyə çatacaqsan. Çünki hər şey hərəkətdən başlayır. İnanın ki, depressiyada hərəkətsiz olandan olur, ondan sonra işləməmək, bir yerdə oturmaq, hərəkət etməmək. Depressiya, zehnin çox işləməsi, çox fəal olması, ay aman mən zehnimlə əlləşə bilmirəm, onun öhdəsindən gələ bilmirəm, vay depressiya düşdüm, ay filan şey oldu. Bütün bunlar hamısı hərəkətsizlikdən. Fəaliyyətsizlik də deyirlər. Fəaliyyətsizlik və hərəkətsizlik, bəli. Bundan başqa da bir də dəngə, balans, yəni balans nə deməkdir? Çox adam deyər ki, məsəl üçün, bu balansı mən başa düzdür, soruşurlar, mən yəni ən çox bu balanssızlıq ikinci çakrada görünür. Biz analiz vaxtı bunu deyirik. Amma başqa rəqəmlərdə də ola bilər. Məsələn, 6-dan, yəni həddindən artıq insan mükəmməliyyətçidir, balansda qala bilmir. 7-dən də ola bilər, bütün rəqəmlərdən ola bilər. Məsələn, 7-dən həddindən artıq, yəni bilir ki, inanclı insandır, fanatizmə gedir. Yəni oradan balans saxlaya bilmir. Balans saxlaya bilməyəndə biz dinin içərisində olub həddindən artıq ora baş vururuqsa, Allahı unuduruq. Görün nə boyda biz haralara gedib çıxa bilərik. Ona görə balans çox vacibdir. İstər bir rəqəmindən, istər özgüvən. Elə adam var ki, özgüvən o qədərdir ki, belə bəlkə özünü 5-ci mərtəbədən atar, məsəl üçün də. Yəni, belə deyək ki, orada da balans, qorxuda da balans. O bizim insan orqanizminin müdafiəsi olan bir çox şeylər var. Onlar hamısı bizim təkamül yolumuzda öz yerini tutur. Biz bunlara, yəni bir-bir hamısını başa salırıq ki, sən buradan balansdan çıxmısan. Səndə negativ var. Yəni oradan balansa gəl ki, inanın ki, bir nəfər də demir ki, yox Kəmalə xanım, mən balansdayam. Yəni deyir ki, necə düz deyirsiniz, yəni mən doğrudan da o balansı saxlaya bilmirəm. İndi bu gündən sonra çalışacağam, deyirəm, otur özün üçün olan not al, yaz ki, bax bunu mən etməliyəm. Ondan sonra, yəni inanın ki, balansa qoyurlar özlərini. Bir həftə, 2 həftə, ondan sonra görürsən ki, irəliləyişlər olur. Elə o birisi sualıma gəlim. Zaman-zaman biz 9 illik döngülərdən danışırıq, o dönüşüm dönəmindən danışırıq. Amma bəzi o numeroloji mənbələrdə 7 illikdən də danışırlar. Bəzən də insanlar bilmir, 9 illikmi? Məsələn, astrologiyada 12 illik sikl var da, bir dönəm var. Burada 9-dan da, amma 7-dən məncə heç danışmamışıq. İstəyərəm ondan da danışıq. Səhv eləmirsə elə belə toxunmuşuq. Tamaşaçılar da sual verir. Həm də o ədəbiyyatlarda var 7 illik. Deyəsən 4 illik yoxsa 3 illik də var. Yəni bu necə bölünür? 7 illik döngü ilə 9-un fərqi nədir? Əslində 6 illik var, 7 illik var ən çox.
Məsəl üçün ən önəmlilər 6 illikdir, 7 illikdir, 9 illikdir. Yəni o biz numerologiyada zaten məsəl üçün 8 il gəlib başa çatanda deyirik ki, karma. Çünki biz bax hər 9 ildən bir yeni bir elə bil ki, bir dönəmə başlayırıq. Elə bil ki, yox, doğrudan da yeni bir Əslində dönəmə. ən populyarı Yəni, odur. Bax bəli, 9 ən illik populyar. bitir, Ən sonra populyarı odur ki, 9 illik döngü və biz hər bir döngüsünə girəndə mən həmişə tapşırıram və ən o sınaq zirvə illərini mən deyəndə danışanlara, onlara başa salıram ki, bax filan ildə səndə bir döngüsüdür. Birdə olacaqsan. O zaman onu daha ona başa salıram ki, sənin hüceyrələrindən belə dəyişir. Yəni həmən il o qədər ehtiyatlı olub yeni bir şey başlamalısan və o hər döngü bax məsəl üçün 1 var. Hər məsələn 9 ildən bir də 1-in enerjisində 2 dənə olur, 3 dənə olar, bir başa salıram. Amma burada ən önəmli olan insan həyatında bəli 6 illik döngülərdir, 7-dir. İnanın ki, hamısı önəmlidir. Məsələn 5 döngüsündə nə olur? Amma 9 ildən bir biz numerologiyada o döngüləri əgər götürürüksə, bu insan hardasa 9 da olmasa 8-9, yəni orada bir insanın ad gününün ilin axırına və yaxud da ki əvvəlinə düşməsi də var. Onu da nəzərə alırıq. Və baxın, məsələn 9, 7 dənə 9, 7 dəfə gedir 9 məsələn. Numerologiyada bunu 9-a qədər gedirik biz. Hardasa 9 dənə 9, 81 eləyir də. Və bu çox önəmlidir. Yəni 7 dənə 9, 9 dənə 7. Ona görə, yəni 7 illik döngülər nədir? 7 qalxırıq burada da. 7 rəqəminin artıq hər kəs bilir ki, onun önəmi bir başqadır. Yəni 7 təkamül, 7 yəni Allaha gedən təkamül mərtəbələri, göyün 7 qatı, nə bilim mən cənnət, 7 qat cənnət, cənnət özü. Yəni bütün bu şeylər 7 rəqəmi müqəddəs rəqəm sayılır və biz dua eləyəndə və yaxud da ki ayələrin, surələrin 7 rəqəmindən ibarət olması. Belə deyək, 7 illik döngülər məsəl üçün bizə nə verir? Baxın, o bizdə heç numerologiyada bunu istifadə edən numeroloqlar yoxdur. Yəni numerologiya o demək deyil ki, elə ancaq numerologiyada, yəni burada var, mən bunu istifadə edim. Eyni vaxtda başqa bir sistemin qanunları var. Məsələn, sistem özünüz bilirsiniz ki, ilahi sistemdən gedir söhbət. Onun qanunları var. O qanunların da içərisində bir çox dövrlər var, rəqəmlərlə işləyir, sistem zaten rəqəmlərlə işləyir. Yəni Allahın bütün, yəni bizim müqəddəs kitablarımızdan tutmuş rəqəmlərdən istifadə olunur. Çünki rəqəmlər simvollardır, hərflər simvollardır, bütün bunlar bizə verilir. Yəni belə deyək də, bu elementlər var da, buna nə deyirlər, bizim hava, su, ondan sonra ünsürlər, bəli, torpaq. Yəni torpaqdır, sudur, oddur və havadır. Bu deməli şeylə, ardıcıllıqla insanın həyatında təkamül baş verir. Deməli birinci torpaq başlayır, yəni 7 ildən birdən gedir söhbət. Torpaq ünsüründə olanda insan ən çox nə ilə maraqlanır? Ədalətdir, haqdır, nəyin nədən olduğu, niyə, nə cür bunu sorğulayır insan. Ondan sonraki gələn 7 ildə biz məsələn suda insan münasibətləri ən çox. Yəni sevgidir, mərhəmətdir, duyğulardır, bütün bu şeylər. Ondan sonra gələn 7-də gəlir ateş dedikdə od ünsürü. Orada da cəsarətdən, qorxusuzluqdan falan filan bu şeylərdən danışılır. Yəni insan bütün bu şeyləri keçə-keçə, o təkamülü keçə-keçə 7 illik. Yəni ondan sonra gəlir çıxır hansına? Hava elementi. Hava elementinə çatanda artıq bunun neçə yaşı olur? Hardasa 28, 27, 28 yaşında biz deyirik çox vaxt ki, aha mən bilirəm, mən bacararam, mən buyam. Çox vaxtda o yaşda, yəni belə daha yüksək pillələrdə oturmaq istəyənlər olur. Halbuki, yəni bu deyil. O zaman biz egomuza güc gələ bilmiriksə, o 7 illik döngülər bunu göstərir. Deyir ki, sən əgər egonu qaldırarsansa, özünə yəni məxsus olmayan bir tərzdə yuxarı bir yerdə oturmaq istəyirsənsə, sənə belə balaca bir şillə qoyurlar.
Oradan sən gedirsən yenidən hara? Torpaq dönəminə. Buna deyirlər döngü. Yəni torpaqda nə var idi? Yenidən başlayacaq haqq ədalət axtarmağa, yenidən, yəni bu düzdür, bu səhvdir. Yəni oradan bir belə deyək də, bir öz cavabını ala bilməsə, anlamasa, yenidən o 7 illik döngülər yenidən təkrar eləyir. Yəni bir Amma uğurlu keçsə artıq dayanır. vəhşiyə də gedə bilir istədiyi. Bəli. Uğurlu keçməyəndə çoxsunda demək olar ki, 90%-də o 28 yaşında, yəni o ego qalxır. Oradan belə deyək də, həmən o döngülərə düşərək çox vaxt görürsən sual verirlər. Mən niyə döngülərdəyəm? Mən niyə keçmişə taxılı qalmışam? Mənim nə olub ki, bu döngülər təkrar olunur? Döngülər ona görə təkrar olunur ki, bax o 7 illik döngülər bizə göstərir ki, sən burada egonu yuxarı elədin və yaxud da ki, hələ bunu haqq eləmirsən. Yetişməmisən, haqq eləmirsən. Yenidən qayıt torpaq dönəminə. Yenidən sən yenə haqqdan, ədalətdən, sənin qoy bir-iki dənə başın dəysin harasa. Oradan nəyisə örgən, ondan sonra yenə gəl. Yenə münasibətlər. Orada təkcə kişi-qadın münasibətlərindən getmir söhbət. İnsan münasibətləri. Bir də görürsən, ən yaxın insanın sənin qəlbini elə qırır ki, sən günlərlə, məsəl üçün, onu düşünürsən. Yəni o ilişkilərdən də keçirsən, o münasibətlərdən, ondan sonra gedirsən, keçirsən artıq biraz yəni daha cəsarət, yəni od dönəminə də, od ünsürünə. Onları da keçib, ondan sonra yenə gəlib çıxırsan, o artıq biraz daha mükəmməl, daha bəli, mükəmməl deməyək, daha kamil, düz dediniz. Daha kamil bir, yəni hava özünüz bilirsiniz ki, məntiqdir, ağıldır. İstər-istəməz yaşadığını primitiv də olsa, yaşadığını kamil olub bir də yaşayanda artıq bilirsən. Adamları tanımaqdan tutmuş, iş qabiliyyətindən tutmuş. Bilmir də. Bilməyənlər də olur. Hətta 30-35 yaşında, yəni mən nədən, 30 yox, 30 əli mən uşaq sayıram ki, bu 30-dur da. 35-40 yaşında mən çox döngülər yaşayıram. Bu döngülər nədəndir? Ən çox, məsəl üçün, qadın-kişi münasibətində, ən çox iş məsələn, karyerasından, bu şeylərdən döngülər yaşayırlar. Yəni 7 illik döngülər, bax belə. Yəni bunu bizim, məsəl üçün, numerologiyada o olur, bu olur, deyil. Əsas, məsələn, ilahi sistemin gözü ilə baxmış bir 7 sistemindən danışdıq. Burada da yenə bir də bu əgər daha dəqiq baxılarsa, onun, məsələn, insanın həyatında o ünsürlərin hansının daha üst səviyyədə olması, onu da biz hesablayırıq da. Məsələn, oddurmu bu adam? Daha çox oddur, daha çox sudur, daha çox məntiqdir. Yəni, ona da baxılmalıdır və oradan bir, yəni, o döngülərdə olan insanları deyirəm. Yəni, oradan da bir nəticə çıxarılmalıdır. Və belə deyək də, adətən deyirlər ki, 7 döngünü keçməyən insan ola bilməz. Yəni 7 insan, yəni əsl insan o zaman, yəni daha kamilsiz, bayaq söz dediniz, insan kamilliyə 40-dan sonra varır. Yəni 40 təsadüfi deyir ki, Peyğəmbərimizin, ümumiyyətlə Peyğəmbər yaşı 40-dan sonra sayılır. Baxmayaraq ki, bizdə atalar sözü var. 40-ında çalan göründə oynayar deyirlər. Amma mən 40-ında ölgənən göründə çalar. Amma yox, onu hansı ata deyib biz bilmirik. Mən qəbul eləmirəm. Mən 50 yaşda da nəsə öyrənirik, 70 yaşda da nəsə öyrənirik. Biraz o şeyə yanaşmam biraz mənim fərqlidir. Amma hər halda o dedikləriniz doğrudur. Bir də insan bax, adam var o dediyiniz döngülərdə, yəqin o döngülərin özündədir, o 7 illik dönəmlərdə 5-6 şeyi insan mənimsəməlidir. Adam var, alimdir, akademikdir, amma yenə uşaq kimi onu alladırlar. Deməli, o karmasını deyək, onu ödəməyib. Yenə də o qədər sadəlövdür, kim nə deyir, elir, amma bir tərəfdən yenə ruzisi, bərəkəti gəlir, alimdir, tanınır ölkədə, dünyada, amma yenə də uşaq kimi onu alladırlar. Eləsi var, bilgisi artmayıb, amma bunu bir adam aldada bilməz, artıq insanları bilir. Ona görə bunun hamısını təbii ki, inanmıram bir insan bütün bunların hamısından mükəmməl şəkildə keçər. Əziz izləyicilər, yadıma düşmüşkən deyim ki, Kamala xanımın YouTube kanalda artıq fəaliyyətə başlayıb, xeyli videolar var. Elə numerolog Kamala Mürsəlova yazsaz qarşınıza çıxacaq. Bu yaxınlarda da Muz TV-də, MTV-də bir sensasiyalı çıxış oldu. Dəvətlər gəlir.
İndi bəzisini götürmək olmur, bəzi kanallar icazə vermir paylaşmağa, amma MTV-də olan möhtəşəm çıxışı da düzdür, həmişə burada görürsünüz. Mən istəyirəm başqa kanallarda da İnşallah. çıxışına baxasınız, elə bu verilişdə var. Baxdığınız olsa belə bir də baxın, Kamala xanıma dəstək olun, bəyənin, rəylər yazın, qoy abunəsi artsın. Zaman gələcək, özün elə ayrıca kanal olacaq, bizi qonaq kimi çağıracaq, gələcək. Mən bunu arzu edirəm ki, inkişaf edəsin. Bizim də məqsədimiz, məramımız olur. Yaxın vaxtlarda orada xırda videolar da olacaq, ayrı müsahibələr də olacaq, özünün fərdi çıxışları da olacaq, sualsız cavab. Bir suala bir cavab. Bunların hamısına nail olacaqsınız. Bir də bizim insanlar mənə çox yoran suallardan odur, mənim sahəmlə bağlı. Mövcud durumu qalıb yerində problemlər var, ancaq bu gələcəyi istəyir, proqnozlar istəyir. İndi haqlı ya haqsız, nə bilim, bəlkə də haqlı deyək, olaraq çox suallar verirlər ki, numerologiya gələcəyimizi deyə bilərmi? Onu da deyim ki, yəqin bilməm, baxırsınız, Fatihlər Sultanı Mehmet bir serialı var. Arada baxırım. Orada ən axırıncı seriyada izləyicilər yəqin təsdiqlər. Orada deyir ki, yer qanunları bizim qələbəyə çatmağımıza tam dəstək verə bilmir. Göy qanunlarını da bilməliyik, deyir. Rəqəmləri, ordunun sayını, ulduzların düzülüşünü, deyir, filan yeri gördünüz, təsadüfən elə hesabladılar. Gün tutulan vaxt filan yeri getdik, aldıq. Yəni fəth elədik. Onlar dedi ki, gün tutulub, deməli Allah bunu belə istəyir. Səmərqənddən tanınmış bir alimi, həm riyaziyyatçı, yəni rəqəmlərlə işləyən, həm indi bu dəfə bu seriyada yəqin gözünü göstərəcək. Elə bu gün olacaq. Bu gün yox, dünən olub. Deməli orada göstərir ki, yəni göyləri də, bu rəqəmləri də biz bilməsək, bu rəqəmlərin enerjisini, ordunun hansı bölüyünün sağdan soldan neçə sayda olmağı, silahların sayına qədər yuvarlaqlaşmış şəkildə onu deyir. Onda da biraz görsən ki, həm Türkiyədə, Osmanlıda belə bilgilərə fikir verirlər. Osmanlıda çox fikir veriblər. Zaten o zamanlar hər şey hesablanır, Sadəcə kütləyə deyirlər. Bunu kütlə, çünki yəni kütlənin o belə deyək də o problemi tamam başqa problem olub. Öz qarnını doyuzdurmaq, ondan sonra yaşamaq, bir həyatını təmin eləmək, insanlara nə lazım idi, məsələn, yeməsi, içməsi belə. Amma yəni bunu özümüz də bilirik ki, lap qədimi istər astrologiya olsun, istər numerologiya olsun, bundan padşahlar, xanlar, xan bəy deməyək, lap qədimlərdə münəccim kimi ondan sonra hesablamalar aparılıb, çox gözəl hesablamalar aparılıb. Yəni bir çox şeylər qabaqcadan, məsələn, bunu belə eləməyək, belə olsa daha yaxşı olar deyək, yəni həmişə maraqlanıblar. Çünki rəqəmlər də, hərflər də, hər bir şeyin frekansının, enerjisinin olduğunu bilirdilər. Və bilirdilər ki, bu doğrudan da göylərin elmidir. Yəni, oradan gəlmə simvollardır. Hətta siz məndən də yaxşı bilirsiniz ki, hansı bir insanın, məsəl üçün, hansı heyvanı sevməsindən onun enerjisini təyin edə bilirik. Və yaxud da ki, hər bir insanın totemləri var da, o heyvan, məsəl üçün, onu siz bilirsiniz, bəli. Bunlar hamısı simvollardır da. O şeydə də var, Səlahiddin Əyyubi serialına, Qüds Fatihi. Orada da münəccim deyir ki, rəqəm budur və ayın filanıncı tutqasıdır. Hücum uğursuz olacaq. Səlahiddin Əyyubi deyir ki, yox, o dediyi kimi olur. Ordu ikiyə bölünür, sonradan alır. Amma bu dediyi orada çox dəqiq özə xəritələri, rəqəmləri də göstərir. Mən onun hətta bir hissəsini kəsib, o səsini kanalımızda da short videosunda vermişəm. Yəni deyirəm, indi insanlar daha çox numerologiya, mənim, yəni yeni izləyicilər bəlkə də haqlı olaraq soruşa bilər ki, numerologiya mənə proqnoz verə bilərmi, mənim gələcəyimi təyin edə bilərmi? Bax, belə, məsələn, Kamala xanıma müraciət eləsək, o bizə həm də proqnoz verə bilərmi? Bilirsiniz necə, mən olub mənə ki, müraciət edən ki, məsələn, mənə analiz edin Kamala xanım, bir də 10 illik mənim, məsələn, nə gözləyir 10 il ərzində. Biz əgər sınaq illəri və zirvə illərini çıxardır biliriksə, hesablaya biliriksə bunu, o zaman niyə də verməyək?
Yəni, məsələ burasındadır ki, məsələn, o hansı enerji, hansı ildə hansı enerjide olacaqsan sən? Mən artıq onunla yapışıb, həmən o Bəli. rəqəmdən tutub, mən onun proqnozunu verə bilirəm. İnanın ki, nöqtə atışı düppədüz elə bir qram, yəni o yana bu yanası olmur. Yəni, hətta yəni adətən kişi xeylaqları belə, məsələn, numerologiyaya çox da inanmırlar da, qadınlar daha çox inanır, daha çox onun içindədirlər. Hətta, məsələn, kişi xeylaqlarından məhddə qalıb ki, məsələn, mənim bütün zirvə illərimizi siz nöqtə atışı dediniz və bu gündən sonra olana da artıq o bilir ki, hə, bu ili məndə nə ola bilər? Və yaxud da ki, mənim bax o 10 il ərzində tutaq ki, bu adam bugünkü gündə 8 enerjisindədir. Bugündən sonra məsələn gələn il 9-da olacaq, 1-də. O zaman onu nə gözləyir? Nə var orada? Hədiyyəsini də deyirik, sınağını da deyirik, bir də o 10 il ərzində, bəlkə bir adam 20 il ərzində istəyir. Ümumiyyətlə mən ömrünün sonuna qədər enerjisini verirəm ki, sən hansı enerjide olacaqsan. O mənə diqqətlə qulaq asarsa, mən o 10 ili deyirəmsə, o 10 ilin içərisində o biri 10 illərdə oradan çıxardıb, yəni təxmin eləyə bilər ki, bəli, mən 3 enerjisində işimi, gücümü göstərməliyəm və oradan qabağa gedəcəm. Tutaq ki, 3 filan şeydir və yaxud da ki, 6 enerjisində, məsələn, subay xanımdırsa, bəli, mən 6 enerjisində kimlənsə tanış ola bilərəm, kimlənsə ailə həyatı qurmaq məsələsi ola bilər, nişan ola bilər, bir çox şey. Artıq bu şeyləri, yəni əgər mənə diqqətlə qulaq asırsa, ona görə mən çalışıram ki, onlayn mənim səsimlə o analiz olsun ki, o onlarda qalsın. Mən əslində bunu onlar üçün eləyirəm. Səs qalarsa, o 5 ildən sonra da ona qulaq asanda oradan o bilgiləri ala bilər. Çox gözəl şəkildə. Bir də Kəmala xanım, bir neçə qadın da yazmışdı mənim ayrı videolarımın altına. Deyir, uşaqlarımla bağlı problem var. Psixoloq yanına göndərirəm, müxtəlif adamların yanına göndərirəm, görüm tam alınmır. Kəmala xanımla danışdım, dedilər, birinci özün dəyişməsən, özünün münasibətini dəyişməsə uşaq deyir, o qədər minnətdaram, o qədər alqış edirlər sizə. Deyir ki, özümü dəyişdim. Bəzən valideyn deyir, şimdi psixoloqun ya dayənin yanına qoyuram da, mən gedirəm işimə, gücümə, gəzməyimə, keyfimə, damağıma. Amma uşaq tam o ola bilmir. Siz həmişə deyirsiniz də, bir övlad ölənə qədər ana enerjisi ilə iç-içə yaşayır. Bəli. Bax, istəyər buna bir də toxunasınız. Çünki sizə ən çox valideynlər, xüsusən də o gənc analar müraciət edir uşağın formalaşması üçün. Məndən olsa əslində o nəticələri gördüyümə görə deyirəm, istəyərdim ki, siz ancaq belə uşaqlar, valideynlər danışasınız, amma başqa insanların da bir istəyi var da ona görə. Bax, buna bir daha yanaşaq. Valideyn uşağa münasibəti dəyişəndən sonra mı uşaq dəyişir? Yoxsa necə? Biraz onu anladarız. Birinci növbədə əlbəttə ki, valideyn dəyişməlidir, ana. Ən çox da ana. Ana dəyişməlidir ki, uşaq. Çünki mənə uşaq ilə əlaqəli kim müraciət edirsə, ya ana müraciət edib bir kəlmə deyir ki, uşağımla yaxşı deyil münasibətim, o zaman uşağın da, ananın da ikisini də tarixini götürürəm. Və yaxud da ki, uşağını verir, o zaman götürürəm ananın da yəni doğum tarixini ki, çünki orada bilirəm ki, nəsə çıxacaq. İlla da ki, mən görəndə ki, bu 11-ci ayda uşaq ya da 2-ci ay. O zaman %100 ana ilə onun arasında bir mühakimə, bir müzakirə var. Yəni narazıçılıq var, əgər bu böyükdürsə. Qarşılıqlı ittiham. Bəli, qarşılıqlı ittiham. Çünki ananın karmasına sahib olur onlar. Siz balacalardan hələ danışırsınız. İnanın ki, yaşı 35-36 olub, yəni ana ilə münasibət, mən demirəm, ana ilə münasibət yaxşıdır. Amma ana düzəldikcə, ana yəni uşaqda da açılım və yaxud da ki, ana ilə oğul ikisi də məsəl üçün ana çox narahatdır. Həddən artıq narahatdır. Bilmir neynəsin. Demək olar ki, 2-3 gündən bir zəng eləyir, mənə danışır, nəsə səs atır. Deyirəm ki, narahat olmayın da, hər şey yaxşı olacaq. Narahat olmayın. Mən hər tərəfli baxacağam bu işə, hər tərəfli. Yəni onun təkcə bir yəni siz dediyiniz yöndən deyil və yaxud da ki, tək ailə deyil, tək başqa bir şeylər deyil, karyerası deyil. Elə ki, analiz edirik. Yəni orada ananın da hissləri, duyğuları, o övladın da hissləri, duyğuları. Sonra ana o qədər mənə təşəkkür edir ki, Kəmaya xanım, bax mən o sözləri o övladıma deyirdim, ona təsir etmirdi. Amma siz onu elə bir şəkildə, elə bir subutalna, o deyirlər, subutla, faktla, elə bir onu bir nöqtə atışı dediniz ki, ona onun artıq deyir
özə kişi xeylağıdır. Artıq onun etiraz etməyə bir nə gücü qaldı, nə bir yolu qaldı. Yəni o qəbul etməkdən başqa ayrı bir çarəsi qalmadı. Artıq o belə deyirlər, təslim oldu. Yəni insan ki təslim olur, bəli, insan kimə təslim olur? Numerologiya təslim olur ki, bəli, numerologiya ay da mənə deyir, bunları filan şeylər dedi. Və yaxud da ki o yəni siz bunu hardan bildiniz deyən bir insanlar var. Deyirəm ki, əsas məsələ o deyil. Əsas məsələ odur ki, mən onu hardan bildiyim deyil. Əsas məsələ odur ki, sən ona riayət edəsən. Bugünkü gündə sənin təkamülün birdə yoxdur. Birinci çakrada sən yoxsan. Sən 2-dən başlayırsan təkamülə. Sən o biri yerinə qoy, ona başa salıram ki, sən özün mən olmasan, sən deyə bilməzsən. Deyərsən, əzilərsən, ayaq altında qalarsan. İstər ailən tərəfindən, istər iş yerindən. O görür ki, bu adam bu belədir, yəni doğrudan belədir. Onun artıq deməyi sözü qalmır və qəbul edir. Qəbul edəndə də ana o tərəfdən sevinir ki, o Kəmalə xanım, nə yaxşı ki, mənim oğlum başa düşdü bunu. Nə yaxşı mənim qızım bunu anladı. Siz inanın ki, bir şey danışacağım. Bir var idi, arada bir haşiyə çıxaq. Lazımdır, heç bir problem yoxdur. Buyurun. Deməli, xanım öz qızı üçün analiz elətdirirdi. Yəni çox da gözəl. Mən elə anaları alqışlayıram. Həm oğluna, həm qızına. Yəni artıq ailədə görürsən ki, keçmiş nəsildə kökdə dini qəbul etməyən, Allahı qəbul etməyən nənə-babalar olub. İndi olur da, indi 500 il dala gedirik. O demək deyil ki, sən gözünlə gördüyün, bəli, gözünlə gördüyün nənə-baba dinin içində ola bilər. Çünki nəsildə əgər Allahsızlıq varsa, hansısa bir yəni dönəmdə, ondan sonra daha dinə yönəlik bir nəsil gələcək. Çünki onlara görə söz verir gəlir nəsil. Və bugünkü gündə əgər məsəl üçün xanımın qızında yəni karma elə bir çıxdı ki, yəni bu bugünkü gündə dinin içərisində olmalıdır. Nənə-babaların içərisində Allahsızlar olub. Bugünkü gündə Quran oxumalıdır. Yəni mənim ona tövsiyələrim var da. Nənə-babalara savabın göndərməlidir, düzənli bir iş görməlidir. Yəni qız anasına dedi ki, yox, mən Quran oxumayacağam. Heç cürə, yəni bu işin içində deyil. Uşaq deyil, yəni böyük yaşın başını almış xanımdır. Oxumaq istəmirəm, mən oxumuram. Yəni o zaman ana mənə dedi ki, mən qızıma etdiyiniz tövsiyələri qız etmək istəmir. Dedim, siz buraxın, bir neçə gün buraxın, heç olmasa bir həftə. İsrar eləməyin, baxaq görək nə olar. Üstündən 2 gün keçdi. Kəmalə xanım, nə olsa yaxşıdır. Deyirəm, nə olub ki? Başlayıb oxumağa. Başlayıb oxumağa, amma necə başlayıb oxumağa? Deməli, yuxusunda görüb ki, babası əlində Quran kitabı. Yəni, Allahın böyüklüyünə şükürlər olsun. Əlində Quran kitabı qızı döyür. Ki, götür Quranı oxu, götür oxu, savabını mənə göndər. Götür oxu, savabını mənə göndər. Açıq-aşkar deyib də. Yuxuda deyib, qız yəni durub... mənə göndər. Siz həmişə deyirsiniz, babalara, nənələrə göndərilsin. Bəli. Bu, çünki mən bunu tövsiyə eləmişəm. Bu adam deyir ki, niyə eləyirəm ki, eləmirəm. Yəni, tənbəllik eləyir. Ya da ki, bunu şeytan qoymur. Yəni, bu şeytan bunun içərisindədir də. Qoymur, lazım deyil. Sənin nənə-babaların belə olub, elə sən də belə get. Yəni, bu bir dəfə səhərə qədər qız yatmayıb, nəysə. Hətta orada başqa şeylər də var idi. Yəni, narahatçılıqlar, onun enerjisində, 9 enerjisi də vardı orada. Yəni, bir çox tövsiyələr eləmişdi. Yəni bunu görəndən sonra artıq yəni anasına deyib ki, mən gərək oxuyam da. Yəni bu elə belə olmadı özdə. Bir neçə gün təkrar olundu. Yəni bu bax belə şeylər var. Sonra da yəni bu o zaman numerologiyanın önəmini özdə belə deyək də, əvvəlki analizlərim, keçən ilki analizlərim vaxtı bütün bunlar o dərəcədə məsəl üçün gəlib yerini tutmurdu. İndi inanın ki, zamanda tez keçir axı artıq zamanda. İnanın ki, 2 gün, 3 gün çəkmir. Dediyim şeyi, əgər məsələn bir adama deyirəmsə ki, buradan o görünür həm də. Bu adam anlayır, başa düşür. Yəni görürsən ki, gedir o yolla. Bilirsən ki, bir həftəyə ən azı açılım olacaq. Heç nə anlamasa belə, yəni orada bir həftəyə, 2 həftəyə ən azından bir 50%lik açılımlar baş verir. Bir adam, məsəl üçün bir qadın öz yoldaşı üçün sinerji analiz edir, yəni münasibətlər özü ilə.
İnanın ki, onların münasibətində açılımlar gedir. Ötən verilişdə elə Sinirjan analizindən də danışmışdıq. Və müraciət Dəyərli edənlər izləyicilər, çox. nömrəni görürsünüz Kamala xanımın. İstədiyiniz vaxt zəng vura bilərsiniz. WhatsApp-dır daha doğrusu. Səs olsa daha yaxşı olar. Çünki zəng yadda qalmaya bilər. Səslər hamısını Kamala xanım yadında saxlayır. Bax, ana qız dediniz. Ana o qədər sevinirdi ki. Kim? Anası, Hə. ana o qədər sevinirdi, o qədər dua edib ki, yəni mənə Böyle siz layiqsiniz çünki çox böyük təməlli işlər görürsünüz. Baxın, indi ana qız dediniz də, gəlin qaynana münasibətə bir xanım var, belə yaxşı işlərdə işləyir. Deyir, mən qaynanam da deyir, biznes deyək də indi tam şey göstərməyək. O da bizneslə məşğuldur, bu da. İşi birləşdirmək istəyir, deyir, qaynanam deyir, yox, hərənin öz işi olsun. Deyir, mən gəlib düzdür ona çata bilməm, amma birləşsək məncə deyir, daha yaxşı olar. Bəziləri münasibətlərdə, yəni numerologiyada qaynana gəlin, bir gün sırf bundan danışarıq inşallah. Olar. Çünki o rəqəmlər, Olar. qaynana hansı rəqəmdir, bu hansı rəqəmdir, onları deyək. Hə, istəyərdim buna da toxunasın. Sonra bir dənə də sualım var, onu da verərəm, yekunlaşar. Tamam. Numerologiya. Qaynana gəlin münasibətini. Qaynana gəlin münasibəti belədir ki, Müraciət olub heç sizə. sinerji analizi kimi yox. Amma çox məsləhətlər verirəm. Yəni mən zaten o analiz edəndə o adam mənə deyir ki, məsələn, o analizdən qırağa da çıxıb da görsən deyir ki, mən o keçinə bilmirəm, nə edə bilmirəm. Və yaxud da ki, dolayısıyla çıxır qaynana gəlin münasibəti. Məsələn, bir qadınla kişi, məsəl üçün, onlar üçün biz sinerji analizi açırıq, onun içərisində qaynana çıxır. Yəni qaynana çıxır, məkan enerjisi çıxır, məkan çox belə qaynana ilə bağlı olur. Bundan başqa yəni qaynana gəlin münasibətləri ən çox 6-cı çakrada boş olanlarda olur. Niyə? Çünki oradan bu adam yuxarıda vuruq, gözəl ailəm olacaq deyib söz verib gəlir. Və biz hardan nəyə söz veririksə, üst aləmdə, ruhlar aləmində, gəlib oradan sınanırıq. Zaten ruh bunu bilir. Ruh ona görə özünü ora bura vurur. Məsələn, 6-cı çakrası boş, 2-ci çakrası boş bir qızın qarşısında bir 10 nəfər oğlan orada düz. De ki, bunların hamısı səni sevir, onlardan birini seç. Gedər orada hardan ona sınaq yaşadan bir adamı seçər özünə. O fənni götürüb imtahana hazırlaşıb da, o olmalıdır. Yəni, o dünyada deyir ki, mən məsələn fizikadan imtahan verəcəm. Bu da çıxardır qabağına fizika. Çox məntiqli deyirsiniz. Yəni, İnanın ki, oradan onu seçər öz həyatına, o sınağı yaşayar. O sınağı yaşadıkça da deyər ki, ay Allah mən, bax belə deyək də, ya onlar, məsəl üçün 6 ilə 2 boş olanda, ya atadan kişi xeylağı da çəkər, görürsən ki, var. Atadan çəkənlər də var, qardaşdan çəkənlər də var. Ən çox, məsələn, sevgi. Çünki 6 sevgi deməkdir. Tanışdıq sevgi. Bəli, tanışdıq sevgi. 6 sevgi olmaqdan başqa həm də ailə, mükəmməlliyətçilik burada. Yəni, bunlar istəyərlər ki, ailə mükəmməl olsun, gözəl olsun. O zaman, məsəl üçün, bax, o 6, oradan mən məsləhətlər verirəm qaynana ilə əlaqəli. Ki, sən qaynananı nə oldu olmadı, 6-dan çakran boşdur. Sən onu belə ovcunun içində tutmalısın. Yəni, xoşun gəlməsə də ovcunun içində tutmalısan ki, sənin ailən yürüsün, sən buna söz vermirsən, ailən qabağa getsin, ailəndə yoldaşına, amma sən yoldaşından da tələb etməlisən ki, o da sənin ananı, atanı ovcunun içərisində saxlasın. Ailə böyüklərinə əgər önəm verilərsə, dəyər verilərsə, o ailənin təməli heç olmasa oradan möhkəm olar. Çünki bunlar bir-birlərini sevsələr də sınaq yaşayacaqlar. Amma belə deyək də, 6-cı çakrası boş olub, 2 boş olub, yəni o qədər təslimiyyətdə olan gördüm mən ki, təslimiyyətdə deyil, bilirəm ki, Kəmalə xanım, çətindir mənə, amma dözürəm, yaşayırıq, bir gün pis olur, bir gün yaxşı olur, amma yəni zaten həyat budur da, yəni hər kəsin həyatı hər gün bayramdan keçəcək deyən bir şey yoxdur. Biz bu dünyaya o sınaqları, sən 1 il, 2 il, 3 il o sınaqlara dözəcəksən, sonra artıq yolun hamarlanacaq. Yəni bu da var. Pişmək deyirlər də. Bir də bir sual da verim. Artıq 45 dəqiqəmizə az qalıb. Siz dəqiqələr sayırsınız. Yox, indi efirin də vaxtı var. Deməli, biz zaman-zaman ötən verilişlərdə az qala hamısında rəqəmlərə görə siz təhlillər, analizlər vermişsiniz. İzləyicilər daha çox soruşur. Bəzi proqnozlar, təhlillər vermişsiniz.
doğulduğu gün və ay, il Mhm. nəzərə alınmayıb. Eləsi var doğum gününün öz rəqəmi, ta ki ayın 15-i doğulub, 25-i doğulub. Bir də var bütöv o tale yolu kodu deyək. Hə. Doğum günü, ayı, ili hamısı bir yerdə hesablanmalıdır. Bəzi izləyicilər də sual verir ki, bunu necə ayırd eləyək? Bunu sırf Mən indi biraz o çox onu necə? önəmli bir şey deyəcəm. O mənə də gəlir o suallar. Ya da bu belə barədə danışanda ən çox məsələn qrupda məmnun görürəm. Xanımların yəni o ağlı qarışır. Bəzən şeyə düşürlər. Həyəcana düşürlər ki, bu karmadır. Yəni burdan bu varsa, bu rəqəm varsa, bu birisi nə olsun? Bəs mənim yəni doğum günüm odursa. Əslində doğum günü bizim xarakterimizi göstərir. Ən çox bizim xarakterimizi Günün özü. göstərən doğum Hə. günüdür, bəli. Biz necə görünürük və yaxud da ki, ikinci deməli ay, hansı ayda doğulmuşuq, o da çox önəmlidir. O da hardasa bizim demək olar ki, xarakterimizi, yəni ən çox bizim gənclik illərimizdə həmin rəqəmlər özünü daha belə parlaq, qabarıq göstərir. Amma burada bir şey istəyirəm bilsinlər ki, o hansı ki biz bütün o üçünü bir yerdə hesablayıb arasına plus işarəsi qoyub hesablayıb oradan ən axırdakı bir rəqəm çıxardırıq. O bizim yaşam yolumuz, qədər yolu deyirlər ona və missiya da deyə bilərik. Yəni mən bu dünyaya niyə gəldim? Bax, birinci hesablama odur. Ona birinci diqqət eləsinlər. Çünki mən özümdə də, yaxınlarımda, yəni öncə mən numerologiya öyrənməyə başlayanda ən birinci onların fərqinə baxmışam. Görüm nədir? Bu hansı mənə daha çox təsir eləyir? Mənim yəni doğulduğum günmü? Bəli, çox böyük təsir eləyir. Ən çox da onu deyim yenə uşaq vaxtı, yəni 0-18 yaş arasında daha çox təsir eləyən, yəni ay və gün. Amma o bizim o missiya dediyimiz var, həyat yolu. O bizim bütün ömrümüzdə, yəni ən önəmlidə duran bir rəqəmdir. Hətta bütün xəstəliklərimiz, yəni ola biləsi xəstəliklər. Ondan sonra orada mən nə etməyə gəlmişəm? Mən çox adam görürsən ki, 18-dən sonra ya elə 18-dən balacadır, axtarır. Mən kiməm, nəyəm, bu dünyaya nəyə gəldim? Öz rəqəminə baxarsa orada o biləcək mən bu dünyaya niyə gəldim. İstərsəz ondan biraz Ən gözəl şey danışaq. odur. Ən gözəl şey odur. İnsan ki, niyə gəlmişəm, mən niyə yaradılmışam? O Bəli. suala cavab tapan mən görməmişəm ki, uduzsun. İsrarla da təbii ki, qətiyyətlə deyir, mən dərk eləyəcəm bunu. Onlar bəzən hətta dahi olurlar. Bax, siz də o mexanizmi doğru qoyursunuz. Uşaq vaxtından mən həmişə Allahı axtarırdım, bu sistemi axtarırdım. Mən bu dünyaya niyə... Məsəl üçün, mən buradakı Amerikada doğula bilərdimmi? Məsələn, körpə, lap uşaq idim da 5-6-7 yaşında, məktəb deyək də, biz 7 yaşında getmişik məktəbə. 7-8 yaşında belə ki, mən bu, yəni Amerikada doğulsaydım nə olardı? Və yaxud da ki, filan yerdə, görəsən burada doğulmağımın, görəsən kim bunları təyin edib, necə olubdu? Allah'ı eşidirdik nənədən. O zaman biz çox o dinin içərisində, dini bilmirdik o qədər də. Çünki böyüklərimizdən eşitmirdik. Amma nənə, baba bütün bu şeyləri görmüşük. Yəni Allah'ın adı həmişə şükürləri içərisində olmuşuq ondan sonra. Bütün bunlar o axtarış var ha. Bax siz axtarışdan danışın. O Allah'ı insan axtarır birinci. Ki yəni Allah görəsən harda yəni var, hardadır, bizi necə görür, necə... Artıq zaman böyüdükcə, bir şeylərin içinə girdikcə bilirsən ki, bəli, Allah hər yerdədir. Bu, belə deyək də, mən heç vaxt, yəni gənclik illərimdə ağlımın ucundan belə keçməzdi ki, bizim rəqəmlərimiz bizi bu qədər bizə tanıdar və göstərər. Yəni inanın ki, hətta bir dəfə mən bu işi təzə öyrənəndə, yəni çox o türklər ücrətsizdir. Yəni belə kim qarşıma çıxırdı hesablayırdım. Bir nəfər mənə qayıtdı dedi ki, siz xəfiyyə kimi hər kəsi tanıya bilərsiniz. Yəni bu dərəcədə bu nə qədər düzgün bir şeydir. Siz o insanın içini, çölünü, nəyini var hamısını deyə bilərsiniz. Dedim, bu numerologiya belə. Hələ təzə vaxtlarda indi maşallah. Yəni indi artıq biz o xarakteri çox adam deyir ki, mən onun üstündə çox dayanmıram xarakterində. Zaten bu adam xarakterini bilir. Amma sən nə etməyə gəlmisən, o barədə mən fikir vermişəm. Ona numeroloqlar çox da fikir vermir. Onu çox açmır. Amma mən onun xəstəliklərinə qədər açıram. Ki, hətta zəif tərəfi, geniş tərəfi,
geniş deyirəm, zəif və güclü tərəfi, ailədə özünü necə aparması. Məsələn, 7 rəqəmi ilə evli olan bir xanım deyir ki, o mənə heç danışmaq istəmir, məndən sevgidən danır falan filan. Deyirəm, sən başa düş. Bu adam istədiyi o sevgini dilinə gətirib danışa bilmir. Onu belə Əməllərini də göstərir. deməz, yəni hələm deməz. Bir rəqəmidir, 7-dir. Onlar durub sənə biraz o belə deyək də ağır rəqəmlərdir onlar. Özlərini ağır apararlar. Siz demiş, əməllə göstərənlər olur, ümumiyyətlə heç göstərməyənlər olur, amma içində sevir. Yəni ailəsini, yoldaşını sevir. Amma göstərməyənlər olur. O elə rəqəmlər də var ki, səndən ötürü əldən dildən getsinlər. Yəni bu 2 rəqəmlərdir, özünüz bilirsiniz. O İstərsəniz danışa bilərik o rəqəmlərdən, amma danışarıq, amma veriliş artıq 50 dəqiqəmiz oldu. Mən istəyirəm gələn dəfə izləyicilər, bir daha deyirəm, nömrəsi gedir efirdə Kəmala xanımın, istədiyiniz vaxt yaza bilərsiniz, səs göndərə bilərsiniz. Gələn dəfə demək olar ki, Azərbaycanda bəhs edilməyən, heç bir kanalda görmədiniz. Mən istəyirəm Tanrının sistemindən, Allahın sistemindən danışaq. O bəzi Çin sənətli filmlərində ilahi sistem. İlahi sistemdir. O sistemə necə qoşulur? Niyə kimsə rəzalət içində yaşayır, qəfildən kömək də olmur. Qəfildən nə olur? Bax, o sistemə necə daxil olur ki, ardıcıl uğurlar onu müşayiət edir, yaxud da tərsinə. İlahi sistem nədir? Allah sistemi nədir? Ora necə daxil olmaq olar? Və o ilahi sistemdə numerologiya bizə nə qədər kömək edə bilər? Bəlkə elə ilahi sistemin özü elə numerologiyadır. Bu barədə Kəmala xanımla danışarıq. Fikirlərinizi deyin, sağollaşaq. Kəmala xanım həmişə deyir ki, insanlar deyir 2 saat, 3 saat daşın, amma enerji itirir. Kəmala xanımda yormaq istəmirəm. Gələn dəfə, gələn verilişdə bu ilahi sistemdən başlayıb davam edərik. Buyurun. İnanın ki, o numerologiyanın tanınması yolunda nə qədər olsa danışaram. O qədər ki, məsələn, məndə belə bir şey var. Özümün təsdiqlədiyim, xoşuma gələn, artıq onun fakt bir elm, siz çox gözəl bir dediniz. Elm olduğunu biləndən sonra, bu qədər faydalı olduğunu biləndən sonra onu hər kəsə tanıtmaq istəyir insan ki, bundan faydalan, hər bir insan faydalansın. Bu özü bir savabdır, necə deyərlər. Hər kəs faydalansın, hər kəs bilsin. Ən azından öz uşaqları üçün, qadınlar məsələn. Bəzən məsələn mənə qrupa yeni qoşulan xanımlar olur, suallar verirlər. Deyirəm ki, təkrar olmamaq üçün girin bizim kanalı, ya Səbuhi müəllimin kanalına, ya da mənim kanalıma qoymuşam bütün o şeyləri. Bir verilişlərə qulaq asın. Yəni, sizlər daha rahatdır, hamısı bir yerdədir, başqa şey yoxdur. Məndə hələ ki başqa bir şeylər... Məndə yəni ayrı mövzular da var, tapmaq biraz çətin olur. Amma sizdə sırf sizin verilişlərdir deyə rahat girib baxsınlar, bəyənsinlər. Heç nə aydınlanmağa, ondan sonra fərqində olmağa, ümumiyyətlə özlərini aramağa, araşdırmağa davam eləsinlər. Yəni numerologiya dərya dənizdir. Bir də heyvanlara qarşı duyarlı olsunlar. Onu həmişə deyirəm, deyəcəm də. Yaz gələnə qədər deyərsiniz. Ən azından yazda da inanın ki, su qablarını atırlar. Yazda deyəndir ki, yayda da. Yəni su qablarını atırlar, yəni üstündən taftalayırlar, qoymurlar. Yəni yayın da öz problemləri var, qışın problemi başqadır. Yəni heç olmasa yəni qışdır, çox baxsınlar, görsünlər, heç olmasa çöldə, yəni soyuq günlərdə qalan, ya bloka gətirsinlər, ya heç olmasa 1 gün, 2 gün, 3 gün. O qədər belə şeylər, yəni vacibdir. İnanın ki, onların hamısı hesaba alınır. Hamısı. Yəni hesaba alınmayan bir şey yoxdur. Sistem tərəfindən biz həmişə nəzarətdəyik. Çox sağ olun Kəmala xanım. Belə dəyərli dostlar, mən düşünürəm ki, çox məhsuldar, girişdə dediyim kimi, çox məhsuldar, çox əhatəli, bütün mövzuları əhatə edən suallar oldu, mesajlarımız da oldu, tutanlar tutdu, tutmayanlar bir də baxsa tutacaq. Bir gün sonra Kəmala xanımın da kanalında bu veriliş olacaq, baxarsınız. Nə deyim, sağ olun, var olun, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Salamat qalın.